10-cu sualla davam edirik. Hansı yazı növünə aid nümunə yoxdur? Yazının növləri də 10-cu sinfin mövzusudur. Bildiyimiz kimi yazının 4 növü var. Əşyavi yazı, şəkli, fikri, hərfi yazı. İndi biz bir-bir baxaq. Ümumiyyətlə qısa bir məlumat versəm, əşyavi yazı o deməkdir ki, öz fikrimizi əşyalarla bildiririk. Bu da daha çox keçmiş dövrə aid idi. Daha çox nağıllarda bizim qarşımıza çıxır. İkincisi, şəkli yazı. Şəkli yazı o deməkdir ki, nəyin şəklini çəkiriksə, biz onu demək istəyirik. Yəni, burada başqa mətin altı bir ifadələr yoxdur. Məna yoxdur. Fikri yazı isə şəkli yazıdan fərqli olaraq, burada da düzdür, şəkil çəkilir, amma bu şəkili olduğu kimi başa düşmürük. Biz düşünürük ki, görürsən bunun mətin altı mənası nədir? Nə demək istəyir bu şəkillə? Və hərfi yazı da yazının ən çevik növüdür, ən son, ən gec yaranmış və ən çevik növüdür. Hərflərlə yazı, hərfi yazıdır. Yəni, əlifba ilə yazı, hərfi yazıdır. İndi keçək birincisinə. Bu birincisində kimyəvi bir formul verilib. Biz buna hərfi yazı deyə bilmərik, hərflə yazılsa da. Çünki bunların hərəsi bir formul olduğu üçün biz bunu fikirləşib bilməsək, yəni bunu oxuya bilmərik. Yəni bunun altında bu işarədir. Bu olur fikri yazı. Biz bunu olduğu kimi oxusaydıq, onda hərfi yazı ola bilərdi. İkincisi, Zooparkın qarşısında ilan şəkli. Bayaq mən qeyd elədim ki, əgər şəklini çəkdiyim hər hansı bir şəkli çəkib həmin şəkli başa düşürüksə, həmin şəkli ifadə edirsə, bu olur şəkli yazı. Burada da Zooparkın qarşısında ilan şəkli varsa, təbii ki, Zooparkın içində ilan var. Daha doğrusu ilan var. Ona görə də ikinci növ olacaq şəkli yazı. 3. Dövlət xəritəsini, qılınc və qalxanı göndərməklə fikrin çatdırılması. Artıq biz burada görürük əşyalar var. Baxın, burada xəritəni göndərir, qılıncı göndərir, qalxanı göndərir. Yəni, bu əşyaları yığıb harasa göndərir. Bu artıq nə olacaqdır? Bu olacaq əşyavi yazı. Sonra ayaqqabı dükanına vitrinə qoyulan ayaqqabı. Yenə də bayaqki o ilan şəkli olduğu üçün kimi burada da yenə ayaqqabı varsa, içəridə də ayaqqabı ilə rastlaşırıqsa, içəridə də biz ayaqqabı ala biliriksə, deməli bu da olacaq şəkli yazı. Bizim cavabımız hansı oldu? Yəni fikri yazı, şəkli yazı, əşyavi yazı, şəkli yazı var. Hansı yazı yoxdur? Hərfi yazı. Cavabımız oldu D bəndi. Keçək digər suala. Hansı cümlədə tünd qara şriflə verilmiş söz cümlədən çıxarılsa, özündən əvvəlki sözün ümumi qrammatik mənası dəyişilər? Əvvəlcə biz bu sualı bir neçə yerə bölsək, tünd qara hərflərlə verilmiş söz çıxarılsa, tünd qara hərflərlə verilmiş sözlərin altına xətt çəkək. Adam, hava, oğlan, dağlarda, təşkilatlar. Sonra tünd qara hərflərlə verilmiş sözləri ayırdıq. Bu sözləri cümlədən çıxartsaq, özündən əvvəlki söz. Özündən əvvəlki söz hansıdır? Çox, indi, bu, qəfildən, bir də çox. Yaxşı. Əgər bu sözləri çıxartsaq, həmin yanındakı, əvvəlindəki sözlər ümumi qrammatik mənasına görə, ümumi qrammatik məna nə idi? Nitq hissəsinə görə fərqlənər. Yəni, bu sözlər olanda indi başqa nitq hissəsidir. Bu sözləri çıxartsaq, çevrilir başqa nitq hissəsinə. Biz Y bəndinə başlayaq. Sözsüz mən də bu hadisə ilə bağlı bir çox təşkilatlara məlumatlar vermişəm. Çox sözü burada nədir? Say. Bu bir. Əgər biz buradan təşkilat sözünü açsaq, görək nə baş verir. Sözsüz mən də bu hadisə ilə bağlı bir çox məlumatlar vermişəm. Çox söz aid oldu məlumatlar sözünə. Yenə də ismə aid olduğu üçün yenə də say olaraq qaldı. Yəni, burada dəyişmədi. Bizə nə lazım idi? Çıxarılsa deyir, nitq hissəsi dəyişər. Y bəndini çıxırıq. D bəndi. Qəfildən dağlarda göy guruldadı. Qəfildən sözünə, dağlardan sözünün əvvəlində qəfildən sözü var. Qəfildən necə və
Dağlarda sözünü atsaq, yəni qəfildən sözü zəfdir. Qeyd edək, zəfdir bu. Əgər dağlarda sözünü atsaq, qəfildən göy guruldadır. Eyni mənadır, yenə də zəfdir. Ona görə burada da dəyişilmədi. Keçək C bəndinə. Bu oğlan şəhərdə yaşayır. Bu sözü əvəzlikdir. Ümumiyyətlə bu sözü hər yerdə əvəzlikdir. Və işarə əvəzliyidir. Hər yerdə işarə əvəzliyidir. Biz burada oğlan sözünü atsaq, bu şəhərdə yaşayır. Yenə də nə oldu? Yenə də əvəzlik oldu, işarə əvəzliyi oldu. Heç bir fərq olmadı. Sonra kəndimizdə indi hava soyuqdur. Hava sözünü indi sözü zərfdir. Zərf. Və hava sözünü atsaq, kəndimizdə indi soyuqdur, yenə də zərf olaraq qaldı. Yəni burada da bir dəyişiklik olmadı. Keçək A bəndinə. Ad günü olanda çox adam şadlanır. Çox burada nədir? Saydır. Və ad günü olanda adam sözünü atırıq. Çox şadlanır. Kim o? O götürsək mübtədanı. O ad günü olanda çox şadlanır. Nə qədər şadlanır? Çox şadlanır. Artıq bu cümlədə çox sözü əvvəl say oldu. Çünki adam sözünə aid idi. Amma adam sözünə götürəndə çox sözü avtomatik nəyə aid oldu? Şadlanır feilinə aid oldu. Feilə aid olduğu üçün say sözü oldu zərf. Ona görə də bizim sualımızın cavabı A bəndi olur. Çünki A bəndində yandakı sözünü atdıqda həmin söz ümumi qrammatik mənası dəyişir. Ona görə də cavabımız oldu A bəndi. Yəqin bu da sizə aydın oldu uşaqlar. Baxaq, başqa sualımız varmı? Bəli, var. Bu suala da baxaq. Bu sual da yenə maraqlı sualdır. Euler-Venn diaqramıdır. Əslində Euler-Venn diaqramındakı suallar çətin olmur. Sadəcə burada ən çox bizə lazım olan diqqətdir. İndi baxaq, birinci növbədə sualı yaxşı oxuyuruq. Yanlış fikri seçin deyir. Düzgün fikri yox, yanlış fikri seçin. Yaxşı. Sonra köməkçi nitq hissəsidir. Ən köməkçi nitq hissəsidir. Sonra sözü köməkçi nitq hissəsidirsə, birinci hissəyə baxaq. Zaman zərfidir. Əgər sonra sözü köməkçi nitq hissəsidirsə, o zaman zərf necə ola bilər ki? Sonra sözü köməkçi nitq hissəsi kimi qoşmadır. Vəssalam. Yəni zərf deyil. Ona görə 1 yanlışdır və 1-i götürürük. 1 olmayan cavablar avtomatik buradan rahat olsun deyə çıxa bilərik. Demək, götürək 1. Bu 1. 2. Qoşulduğu sözdən sonra işlənir. Qoşulduğu sözdən sonra işlənir, yoxsa əvvəl işlənir? Qoşulduğu sözdən sonra işlənir. Qoşulduğu sözdən sonra işlənir. Sonra sözü bəli, qoşulduğu sözdən sonra işlənir. Bu doğru cavabdır, çünki qoşmadır. Qoşma özünə əvvəlki sözə birləşir. Burada da deyir ki, qoşulduğu sözdən sonra gəlir. Bu doğru cavabdır. 2. Və eyni zamanda keçən dəfə videoda izah etdiyim kimi, yenə də biz baxmalıyıq ki, bu fikir ikinci hissəyə aid olmasın. Yəni, ən köməkçi nitq hissəsi də özünə aid olan sözdən əvvəl işlənir və yaxud özünə aid olan sözdən sonra gəlir. Belə bir fikir düz gəlmir. Çünki qoşma özünə əvvəlki sözə aid olur. Ən isə özünə sonraki sözə aid olur. Ona görə də ikinci cavab doğrudur, amma bizə 2 lazım deyil. Çünki doğrudur. Doğru olan 2 olanlarda çıxsaq, qalır 2 bənd. Keçək ortaq xüsusiyyətə. Amonim söz kimi işlənə bilər. Amonim söz kimi sonra işlənə bilər, amma ən işlənə bilmir. Bu yanlış fikirdir. Ona görə 3 olanı da götürsək, D bəndə çıxırıq. İndi yenə də davam edək. Leksik mənaya malik deyil. Bəli, leksik mənaya malik deyil. Burada 3 yazaq. Çünki hər ikisi köməkçi nitq hissəsi olduğuna leksik mənaya malik deyil. Bu doğru cavabdır, amma bizə doğru cavab lazım deyil. 5. Sözə biçik yazılmır. 5 əslində doğru fikirdir, amma hər ikisinə aid. Baxın, ən sözü də ayrı yazılır, sonra sözü də ayrı yazılır. Bu doğru fikirdir hər ikisi üçün, amma ən sözünün altında yazıldığı üçün bu da yanlışdır. Ona görə 5-i də götürməliyik. 1, 3, 5. Bu bizim cavabımız ödədir. Yenə 6-ya baxaq. Sözün təsir gücünü artıra bilir. Bəli, ən ədad olduğundan sözün təsir gücünü artırır. Bu doğru fikirdir. Bu həm də sonra sözünə aid deyil təbii ki.
doğru fikirdir, amma bizə doğru fikir lazım deyildi. Ona görə də cavabımız oldu 1, 3, 5 A bəndi. Bugünkü izahımız bu qədər. Yararlanın.